İfadənin qiymətini hesablayın. Birinci sürətdəki ifadəyə baxaq. 6/125 çıxılsın 2/4 bərabərdir. 6/125, %25 4/1 deməkdir. Belə ki, %25 yazsanız və hər ikisini 25-ə ixtisar etsəniz 4/1 alarsınız. Deməli, yazıram 6/4 çıxılsın 2/4. Bu da mənə verir 4. Deməli, birinci kəsirin sürəti 4 oldu. İkinci kəsirin baxaq məxrəcini hesablayaq. 3/6/5 bölünsün 7/3/2 bərabərdir. Düzgün olmayan kəsirlərin, qarışıq kəsirlər bir-birinə bölərkən onları düzgün olmayan kəsirə çevirib sonra bölmək lazımdır. 6-da 6-nı 3-ə vursa 18, üzərində 5 əlavəsi 23 alınır. Və bölünsün 3-ü 7-yə vursaq 21, üzərinə də 2 gəlsək 3-də 23 alarıq. Bərabərdir. Birinci kəsir olduğu kimi qalır. İkinci kəsir tərs çevirib vururuq. Yəni 23-də 3. Və burada 3-lər ixtisar gedir. 6 ilə 2. 23-lər ixtisar gedir. Qalır 2-də 1. Yəni məxrəcdə də aldıq 2-də 1. Sürət 4 oldu. Məxrəci 2-də 1 oldu. 4-ü 2-də 1-ə bölsək bərabərdir. 4 vurulsun 1-də 2. Bu da olar 8. Yəni birinci hissədən 8 aldıq. İndi ikinci mötərizənin içərisini hesablayaq. Bunun cavabı oldu 8 qeyd edim. Deməli 5/4 çıxılsın 3/2. İkinci kəsin sürət və məxrəcini 2-yə vuraq. Məxrəclər bərabərləşəcək. 5/4 çıxılsın 3/4. 1-dən 2-ni çıxa bilmirik. Ona görə də 5/1 vahid azaldırıq. 4/4. Sürətin üzərinə isə 4 əlavə edirik. Alınır 4/5. Çıxılsın 3/4. Bu da bizə verəcək. Deməli 1/4. 1/4-3-ü 8-ə vurmaq üçün biz onu qarşıqdan düzgün olmayana çevirməliyik. Yəni cavab olur 4-də 4-ü 1-ə vurub üstünü 3 gəlsək 7 eləyər. 4-də 7-yə vuraq. 8 vurulsun 4-də 7. 8-i 7-yə vurub 4-ə bölsək 8-dən 4-ə ixtisar edə bilərik. 2-ni də 7-yə vursaq 14 alınır. Yəni cavabımız olacaq 14.